Bir insanı baxışından, səsinin tonundan, bədən dilindən oxumağı bacaracaqsınız. Və zamanla öyrənəcəksiniz ki, başqalarına təsir etmək sadəcə filmlərdə deyil, gerçək həyatda da mümkündür. Bu biliklər sizə göstərir ki, emosiyalar və empatiya hər prosesin mərkəzindədir. Siz öyrənəcəksiniz ki, inandırmaqla manipulyasiya arasında incə bir fərq vardır. Siz başa düşəcəksiniz ki, kimin sizi idarə etməyini necə tanımaq olar, manipulyasiyadan necə qorunmaq olar və eyni zamanda özünüz bu gücü necə idarə edə bilərsiniz. Qaranlıq psixologiya. Psixologiya özlüyündə çox güclüdür. İnsan zehninin necə işlədiyini anlayan şəxs insanların davranışlarının səbəblərini də anlayır. O başa düşür ki, insanlar niyə müəyyən cür reaksiya verirlər və onlardan nə gözləmək olar. Qaranlıq psixologiyada bu prinsiplər əsaslanır. Sadəcə onun baxış bucağı fərqlidir. O amansız, istismarçı və manipulativ insanların zehni